Əziz tələbələr, bugün biz sizə yassı 4 bəndli dirsək sürüncək mexanizminin vəziyyətlər planının qurulmasını izah edəcəyik. Məsəl üçün, tapşırıq 19 bu tip mexanizmdəndir. Yəni, burada verilən mexanizm dirsək sürüncək mexanizmidir. Vəziyyətlər planını qurmaq üçün mexanizmin bəndlərinin ölçüləri məlum olmalıdır. Bunlar AB bəndinin uzunluq ölçüsü və BC bəndinin uzunluq ölçüsüdür. Bunlar bizə verilməlidir. Bunlar variantlar üzrə kitabda görürük ki, bunlar bizə veriliblər. Məsələn, dördüncü variantda LAB bərabərdir 0,2, 0,100-də bağışlayan 12 metr, LBC bərabərdir 0,48 metrdir. İndi biz bu kəmiyyətlərin çertiyördəki ölçülərini təyin etməliyik. Bunun üçün belə bir hesabat aparırıq. Qeyd edək, LAB bərabərdir 0,12 metr, LBC bərabərdir 0,48 metr. Miqyas qəbul edirik. Miqyası çalışmaq lazımdır ki, yuvarlaq kəmiyyət olsun. Məsəl üçün, biz burada miqyası, uzunluq miqyasını 0,1000-4 metr bölünsün millimetr qəbul etsək, onda çertiyöj ölçüləri belə alınır. AB bərabərdir LAB bölünmüş ML, o da bərabərdir 0,12 bölünsün 0,1000-4, bu da elədir 30 millimetr. BC bərabərdir LBC bölünmüş ML, o da bərabərdir 0,48 bölünsün 1000-4, bu da eləyəcək 120 millimetr. Ümumiyyətlə, miqyasın belə kəmiyyət olmağı, məsəl üçün 1000-4 olmağı onu göstərir ki, hər bir millimetr çertiyojda həqiqi ölçü 1000-4 metr yerləşir. Yəni, hər bir millimetrimizdə 1000-4 metr həqiqi ölçü yerləşir. Və yaxud millimetrə keçsək, onda hər bir millimetrimizdə 4 millimetr həqiqi ölçü yerləşir. İndi bu kəmiyyətləri biz kəmiyyətlərə əsasən vəziyyətlər planını qururuq. İndi götürürük biz, deməli, LAB bərabərdir 30 mm, qeyd edirik və ixtiyari bir nöqtədə mərkəz qəbul edib, oradan həmin bu 30 mm-lik bir çevrə çəkirik. Həmin çevrənin mərkəzindən şaquli xət qaldırırıq. Daha doğrusu şaquli xət keçiririk həmin çevrənin mərkəzindən. Bu oldu bizim, deməli, sürüncəyin hərəkət xətti. Daha sonra çevrəni bölürük 8 bərabər hissəyə. Bu məqsədlə əvvəlcə biz çəkilmiş bu xəttə perpendikulyar xətt çəkirik. Beləliklə çevrə bölündü 4 bərabər hissəyə. Daha sonra bu çevrəni 8 bərabər hissəyə bölmək üçün məlum tam bölen qaydasından istifadə edib 45 dərəcəlik bucaqlarla çəkirik. Bu nöqtəni çəkdik. Bu nöqtədən birləşdirəndə bu aradakı bucaq bölündü 2 bərabər hissəyə. Bu 90 dərəcədir, bu 45 alındı. İndi ikinci dəfə yenə də bu əməliyyatı həyata keçirək. Onda
noktadan çekirik ve bu noktadan şevenin merkezine birleştiririk. Bu köməkçi xətləri biz pozuruq. Şimdi BS bəndi, BS 120 mm, buna uyğun bir dənə çevrə qövsdən ayıraq. 120 mm və həmin bölgü nöqtələrindən, bu hansı bölgü nöqtələridir? Bu bizim B nöqtələrimizdir. B1, B2, B3, B4, B5, B6, B7, B8. Şimdi biz həmin bu ayırdığımız 120 mm uzunluqla həmin nöqtələrdən qoyub şaquli xətti kəsirik və alırıq uyğun senfləri. B1'ə uyğun olacaq C1, B2'ye uyğun olacaq C2, B3'ə uyğun olacaq C3, B4'ə uyğun olacaq C4 və B5'ə uyğun C5. Mexanizm simmetrik, yəni mərkəzi mexanizm olduğuna görə B6'ya uyğun C6 nöqtəsi yenə bu düz dəqiq bura çökəcək. Yəni başlayaq qeyd eləməyə. Bu oldu bizdə C1, bu oldu bizdə C2, bu oldu bizdə C3, bu oldu C4, bu oldu C5. Daha sonra B6, B4 ilə kəsişməsi eyni olur. Yəni B6 ilə B6'dan alınan C6 nöqtəsi C4 ilə üst çökür. C6, C7, C8. Alınmış nöqtələri uyğun B nöqtələri birləşdiririk. Yəni B1 artıq birləşmişdir. B2 C2 ilə birləşdiririk. B3'ü C3 ilə birləşdiririk. B4'ü C4 ilə birləşdiririk. C5 artıq birləşib, bu xətt var. B6'nı C6 ilə birləşdiririk. B7 nöqtəsini C7 nöqtəsi ilə birləşdiririk. Və sonuncu B8'i C8 nöqtəsi ilə birləşdirib mexanizmin 8 vəziyyət planını almış oluruq. Bu vəziyyətlərdən birində mexanizmin bəndlərini qalın xətlərlə çəkirik. Mexanizmin bəndlərini qalın xətlərlə çəkirik və həmin vəziyyəti, bir vəziyyəti, elə bil ki, bu vəziyyətlər sırasından seçirik. Məsələn, belə bir vəziyyət istəniləni götürə bilərik. Biz götürək, gəlin götürək nümunə kimi 4-cü vəziyyəti. Bunlar bizə mane olmasın deyə gəlin müvəqqət olaraq bunları pozaq. Və burada deməli çəkək biz sürüncəyi. Görürsünüz, biz burada bəndləri həmin vəziyyətdə bir qədər kontur xətləri ilə, qalın xətlərlə göstəririk. Gəlin burada deməli dayağı da göstərək. Dayaq həmişə 3 ştrixlə işarə olunur. Belə bir işarə nə işarə olunur? Bu da dayaqdır. Deməli,
Beləliklə mexanizmin 8 vəziyyət planı alınır. Bunu burada biz gəlin qeyd edək, yazaq. Vəziyyətlər planı. Burada da miqyası yazırıq. L bərabərdir 0,4. Nə qədər idi? 1000-4. Metr bölünsün millimetr. Bayaq nöqtələri pozmuşuq, gəlin onları yerinə qaytaraq. Deməli, bu oldu C4, bu tərəfdə də C6 nöqtələri. Beləliklə bizim vəziyyətlər planı hazırdır. Etdik. İndi də həmin dərsin davamı olaraq dirsək sürüncək mexanizminin sürətlər planının qurulmasını izah edək. Mexanizmin 8 vəziyyət planı çəkilmişdir və həmin vəziyyət planlarının hər birində biz sürətlər planını quracağıq. Sürətlər planını qurmaq üçün ilkin növbədə giriş bəndinə məxsus, giriş bəndi bizdə AB bəndidir. AB bəndi. AB bəndinə məxsus B nöqtəsinin sürətindən başlayaq. B nöqtəsinin sürətinin tapılmasından başlayaq. Gəlin yazaq. VB bərabərdir. Omega 1 vurulmuş LAB. Burada omega 1 giriş bəndinin bucaq sürətidir. LAB isə AB bəndinin uzunluğudur metrlə. Beləliklə biz burada bu kəmiyyətləri yerinə qoysaq, omega 1 və LAB-ni, omega 1 ölçülür radian bölü saniyə, yəni 1 bölü saniyə, LAB metrlə. Onda VB bizdə alınacaq bunun ölçü vaydı metr bölünmüş saniyə ilə. Sürətlər planını qurmaq üçün biz sürətlər planının miqyasını qəbul etməliyik. Keçən dərs dedik ki, miqyas yuvarlaq kəmiyyət seçilməsi daha məqsədə uyğundur. Miqyası elə seçmək lazımdır ki, sürətlər planı optimal ölçüdə alınsın. Adətən sürətlər planı miqyasını elə seçirlər ki, B nöqtəsinin sürətini göstərən vektor parça təxminən 50 mm alınsın. İndi aydındır ki, müəyyən hallarda 50 mm-dən böyük də ola bilər, bir qədər kiçik də ola bilər. Bu asılıdır hər bir konkret haldan. Ancaq, yəni deyirəm, ortalama 50 mm qəbul olunmalıdır, ortalama. İndi gəlin, keçən dəfəki tapşırıq, yəni 19-cu tapşırıq idi. Burada bizdə 4-cü variantı seçmişdik. Omega 1 görürsünüzmü? 51. Bizdə, bizim halda omega 1 bərabərdir. 51 saniyə üstü mənfi 1. Bu nə deməkdir? Yəni 51 radian bölünsün saniyə deməkdir. Radian adsız kəmiyyət olduğuna görə bu 1 ilə əvəz olunur, onda alınır saniyə üstü mənfi 1. İndi gəlin VB-ni hesablayaq. VB bərabərdir. Omega 1 vurulsun LAB bərabərdir. 51 vurulsun LAB bizdə keçən dərsdə yadınızdadırsa, LAB 0,12 metr idi. Yəni, bunu vururuq. 51 vurulsun 0,12 bərabərdir. 6 tam %12 metr bölünmüş saniyə.
İndi gəlin baxaq. Miqyası necə? Deməli, miqyası necə seçək ki, bu yuvarlaq kəmiyyət olsun. Baxılan halda B nöqtəsinin sürətini təsvir edən PV parçasının uzunluğunun 61,2 mm götürülməsi məqsədə uyğundur. Gəlin yazaq. Deməli, MV bərabərdir VB bölünmüş PB parçası. İndi PB-ni indi göstərəcəyik. Bərabərdir 6,12 bölünsün 61,2. Bu da bərabərdir, alınır 0,1 metr bölünmüş saniyə bölünsün millimetr. Bu da bərabərdir, saniyə düşürəcəyi məxrəcə 0,1 metr bölünsün saniyə vurulsun millimetr. Yəni gördüyümüz kimi bu 0,1 çox yaxşı hesabat üçün əlverişli bir kəmiyyətdir. Beləliklə, B nöqtəsinin sürətinin modulu tapıldı. Bu sürət vektor kimi bu perpendikulardır AB bəndinə. İndi keçək C nöqtəsinin sürətinin tapılmasına. C nöqtəsinin sürətini tapmaq üçün biz aşağıdakı vektor tənliyini tərtib edirik. Yazırıq VC bərabərdir B üstə gəl və C-nin B-yə nəzərən sürəti. Buradakı vektorlar belədir. VB vektoru həm qiyməti, həm də istiqaməti məlumdur. Həm qiyməti, həm də istiqaməti məlum olan vektorları aşağıdan, altdan iki xətlə işarə edirik. Ancaq istiqaməti, lakin qiyməti məlum olmayan vektorları isə altdan bir xətlə işarə edəcəyik. Ümumiyyətlə, bu cür işarələmə bütün sonraki bizim izahatlarımızda da öz qüvvəsində qalacaqdır. İndi gəlin yazaq burada. VB bizdə altdan istiqaməti yazaq. Perpendikulardır AB-yə. C nöqtəsinin B-yə nəzərən sürət vektorunun istiqaməti perpendikulardır BC-yə. Yəni, BC bəndinə perpendikulardır. C nöqtəsinin öz sürəti isə, mütləq sürəti isə hərəkət istiqamətindədir. Yəni, Y. Gəlin, burada yazaq. Y. Yəni, Y-ə paraleldir. İndi bu tənliyi biz artıq reallaşdıraq sürətlər planında. Necə? Əvvəlcə VB sürətini çəkirik. Gəlin, bu əməliyyatları da biz işarə eləyək ki, sizin üçün çox aydın olsun. Birinci əməliyyat budur. Birinci əməliyyatda gəlin çəkək, nazik xətlə biz göstərək. Məsəl üçün, başlayaq dördüncü vəziyyət. Dördüncü vəziyyətdə əvvəlcə nə edirik? Əvvəlcə VB vektorunu çəkirik, perpendikulardır AB istiqamətinə. Deməli, dördüncü vəziyyət AB4, AB4-ə bir dənə perpendikular xət çəkək. İndi burada mən bu perpendikuları çəkmək üçün belə bir üsuldan istifadə edəcəm. Və burada bu parçanın üzərində biz 61 mm parçanı qeyd edək. ...61 mm. 61-dən onda 2 təxminən 61 mm. B nöqtəsi. Yəni gördüyümüz kimi PB AB-yə perpendikulardır. Bu parça B nöqtəsinin sürətini təsvir edir vektor kimi. Həm qiyməti var, həm də istiqaməti var. Beləliklə, biz həmin bu B nöqtəsinin sürətini göstərdik. İndi bunun üzərinə gəlməliyik VSB vektorunu. VSB də göründüyü kimi perpendikulardır BC-yə. İndi biz B vektorunun ucundan, yəni burada perpendikulardır BC çəkək. Dördüncü vəziyyət üçün. Baxırsınızmı? Dördüncü vəziyyət üçün
perpendikular. Gəlin bunu mən belə eləyim. Xətt kişi qoyum belə. Burada BC-yə perpendikular çəkək. Deməli, bu çəkdiyimiz xətt bu vektordur, ancaq hələ ki qiyməti məlumdur. Bu iki vektorun cəmi bizə verməlidir. Üçüncü vektoru, hansının ki istiqaməti paraleldir y. Ona görə qütb P nöqtəsindən biz y-ə paralel çəkirik. Bunu belə yaxınlaşdırın. Buna paralel xətt çəkək. Təxminən belə alınır. Bu iki istiqamət, bu istiqamət və bu istiqamət, yəni bu parça və bu parça gəlir burada kəsişirlər. C nöqtəsində kəsişirlər. Bu kəsişmə verir bizə vektor tənliyin həlini dördüncü vəziyyət üçün. Deməli, bu oldu bizdə. Bu parça verdi bizə bunu, VS sürətini. Bu parça ise bize verdi VSB sürətini. Bu vektor əvvəldən məlumdur, bu bizə VB sürəti idi. Sürətlər planından biz nəyi tapırıq? Sürətlər planından birincisi, əvvəla bu vektor tənliyinə, gəlin bunu birlə işarə eləyək. Bir vektor tənliyinə daxil olan məhsulları tapırıq. Deməli, VS vektorunun modulu bərabər olacaq. PS parçası vurulsun V-yə. Bu da bərabərdir. Gəlin PS-ni ölçək bu vəziyyət üçün. Təqribən 51 mm. Deməli, oldu 51 mm. Vurulsun 0,1 miqyas. Bu da elədi bizdə 5,1 metr bölünmüş saniyə. Sonra tapaq VSB sürətinin modulunu. VSB bərabərdir. BS parçası vurulsun V. Bu da bərabərdir. Gəlin bunu ölçək. Bu təxminən 43 mm-dir. 43 vurulsun 0,1. Bu da elədir 4,3 metr bölünmüş saniyə. Daha sonra biz gəlin BS bəndinin üzərindəki BS bəndinin kütlələr mərkəzinin təcilini tapaq. Sadələşmiş məsələnin ümumiliyinə xələl gətirmədən sadələşmiş şəkildə qəbul edək ki, bu bizdə bəndin ortasındadır. 12, bunun yarısı eləyəcək 6. Qəbul edək ki, S2 nöqtəsi kütlələr mərkəzi buradadır. Ona görə də bu BS xətti üzərində, yəni BS xətti bizdə göstərir BS bəndi üzrə sürətin paylanma qanuna uyğunluğunu. Necə ki, burada S2 nöqtəsi bəndinin ortasındadır. Sürətlər planında da BS parçasını yarı bölürük. Bunun uzunluğu 43'dür. 43'ü yarı təxminən eləcək 21,5 mm. Bu oldu bizdə həmin o kütlələr mərkəzini göstərən nöqtə S2 balaca. Bu sürətlər planında bütün hərflər balaca hərflərlə qeyd olunur. S2-ni biz P nöqtəsi ilə birləşdirib alırıq. S2 nöqtəsinin sürətini təsvir edən PS2 parçası. Yəni bu parça bizə təsvir edir VS2 sürətini. Bu sürətin qiyməti bərabər olacaq. VS2 bərabərdir. PS2 parçası vurulsun V-yə. Bu da bərabərdir. Gəlin ölçək. Təqribən 52 mm. 52 mm vurulsun 0,1. Bu da elədi bizdə
5,2 metr bölünmüş saniye. Sürətlər planından istifadə etməklə ikinci bəndin bucaq sürəti omega 2-ni də hesablamaq olar. Omega 2 bərabərdir VSB sürəti bölünmüş LBS bəndinin uzunluğu. O da bərabərdir VSB 4,3 LSB bizdə kitabda verilmişdir. Gəlin baxaq, döndürürüz. 0,48 metr. Bölünmüş 0,48. Gəlin bölək. 4,3 bölünsün 0,48 bərabərdir. 8,96 saniye üstü mənfi 1. Yəni radyan bölü saniye deməkdir əslində bu. Beləliklə biz 4-cü vəziyyətdə sürət planını qurduq. Bu vektor tənliyini, bir vektor tənliyini bu bir dəfə yazılır. Ancaq bunun həlli 8 vəziyyət üçün arzulı olaraq həyata keçirilir. Bir məsələni unutduq. Yəni burada mən sizə demişim, bu birinci əməliyyatdır. VB sürətinin çəkilməsi birinci əməliyyatdır. İkinci əməliyyatı biz işarə edirik VSB nisbi sürətinin çəkilməsini. Yəni B nöqtəsinin ucundan VSB sürətini çəkirik, onun da istiqaməti perpendikulardır BC. Aydındır ki, bu istiqamətlər hər bir vəziyyətdə uyğun parçalara çəkilir. Məsələn, 4-cü vəziyyətdə BC parçası B4, C4-də perpendikular çəkilir. Və 3-cü əməliyyat C nöqtəsinin sürətinin, bu mütləq sürətdir, bu sürətin çəkilməsidir. Bu sürət göründüyü kimi paraleldir Y. Yəni VB-ni çəkirik, VB-nin ucundan VSB parçasının istiqamətini çəkirik. P-dən isə, P nöqtəsindən isə paralel Y çəkirik. Bunlar gəlir burada C-də kəsişir və yaxud izah etdiyimiz kimi. Və bunları biz 1, 2 və 3-cü əməliyyatlar kimi göstərə bilərik. İndi də digər vəziyyətlər üçün sürətlər planını quraq. Bu vərəqi qələcə qırağa qoyaq. Nə edirik? 3-cü vəziyyətdə görürük AB3-ə perpendikular bir xətt çəkirik. Bu göstərir bizdə 3-cü vəziyyətdə sürətin istiqamətini. Bizim parçamız burada əvvəlki dərsdə göstərdiyimiz kimi PB bizdə təxminən burada 61 mm-dir. Burada da 61 mm göstəririk. Bu bizdə oldu P nöqtəsi, bu da B nöqtəsi. Deməli, 3-cü vəziyyətdə B3 nöqtəsinin sürəti bu istiqamət, yəni AB3-ə perpendikular çəkdik. Sonra bunun ucundan həmin yenə də bu bütün əməliyyatlar yazdığımız və yazdığımız vektor tənliyinə əsasən həyata keçirilir. Yəni B nöqtəsindən biz çəkirik, B nöqtəsindən çəkirik VSB sürətini, perpendikulardır BC. Deməli, bu sürət perpendikular BC, B3, C3-ə perpendikular. Belə gəlir. Çox uzatmanın əhəmiyyəti yoxdur. Və P nöqtəsindən çəkirik VS sürətinin istiqamətini paraleldir Y-ə. O da elə bu xətlə, bu xəttə perpendikular çəkmişik. Elə həmin xətlə
uyğun olur. Çəkirik, gəlir burada kəsir. Yəni burada üçüncü vəziyyətdə B və C nöqtələrinin sürəti eyni olur. Bu oldu bizdə üçüncü vəziyyət. İndi siz sıralamaya fikir verməyin. Əvvəlcə biz 4'ü qurmuşduq. 4-cü vəziyyət xarakter bir 4-cü vəziyyət. Bu izah üçün rahat bir vəziyyət idi. Üçüncü vəziyyət belə alındı. İndi ikinci vəziyyəti quraq. İkinci vəziyyətdə biz AB2-yə perpendikular çəkirik. AB2-yə perpendikular. Burada qeyd eləyək biz 61 mm təxminən. PB-ni qeyd edirik. B. Bunun ucundan ikinci vəziyyət üçün B2, C2'ye perpendikular çəkək. Və P nöqtəsindən Y-ə paralel çəkək. O bizdə belə olacaqdır. Bunlar da burada kəsişdi. Bu verir bizə C nöqtəsini. Bu hərflər balaca hərflərlə qeyd olunur. Bu da nisbi sürət oldu bizdə. Deməli, bu oldu bizdə ikinci vəziyyət. Sonra BC-ni biz yarı bölürük. Sürətlər planında təxminən 43 olacaq 21 yarım. Bu oldu bizdə S2 nöqtəsi. S2-ni də birləşdirəndə P nöqtəsi ilə biz alırıq S2 nöqtəsinin sürət vektorunu təsvir edən PS2 parçasını. Birinci vəziyyət üçün quraq. Birinci vəziyyətdə artıq xətləri pozaq. Birinci vəziyyətdə çəkirik, yəni də həmişə olduğu kimi AB1-ə perpendikular. AB1'ə perpendikular. Deməli 61 mm düzəltmə. 61 mm təxminən P nöqtəsi və B nöqtəsi. İndi yenə də işlərimiz vektor tənliyi əsasında həyata keçirilir. B-ni çəkdik. Bunun ucundan çəkməliyik VSB sürətini. Perpendikulardır BC. Yəni birinci vəziyyətdə BC-yə perpendikular elə bu xəttin üzərindən gələcək. Yəni PB-nin üzərindən gələcək. Görürsünüz, çəkirik, buradan gəlir. Və P nöqtəsindən Y-ə paralel. Bu çəkəndə gəlir burada kəsişir. Deməli, C nöqtəsi bura düşür, 40 nöqtəsi üstə düşür. Yəni birinci vəziyyət kənar vəziyyətdir. Ona görə də birinci vəziyyətdə C nöqtəsinin sürəti 0-a bərabər olur. Bəs S2 nöqtəsi hara düşəcək burada? S2 nöqtəsi həmişə B ilə C-nin ortasındadır. Ona görə 61 mm-in yarısı təxminən elədir 30,5. Bu verir bizə S2 nöqtəsini. Bunu da belə oxu göstərəndə bunun sürəti belə alınır. Yəni bu da S2 nöqtəsinin sürətini göstərən PS2 parçası. Keçək növbəti vəziyyətlərə. Növbəti vəziyyət, gəlin artıq biz bayaq 4'ü qurmuşuq, indi 5-ci vəziyyəti quraq. 5-ci vəziyyət bir vəziyyətinə oxşardır. Sadəcə xəttlərin vektorların istiqamətləri bir-birinin əksinədir. Gəlin çəkək bunu. Burada artıq xətti pozaq. Deməli, çəkdik. 61. Gəlin buradan göstərək.
Buradan gösterək. 61 və bunun başdan. Deməli, bu oldu bizdə P nöqtəsi. Bu da istiqamət belə gedəcək. Deməli, bu oldu bizdə B nöqtəsi. Və yaxı kimi, belə bir vəziyyətində olduğu kimi, buradan çəkəndə perpendikulyar xətt gəlir bu istiqamətlə, bu xəttlə və P-dən çəkəndə Y gəlib düşür bura. Bu da oldu bizdə indi C nöqtəsi. Yəni, C nöqtəsinin sürəti 1-ci və 5-ci vəziyyətlərdə, bu bizdə 5-ci vəziyyət oldu. 1-ci və 5-ci vəziyyətlərdə C nöqtəsinin sürəti 0-a bərabər olur. Bəs eski ölçücü, eski həmişə B ilə C-nin ortasındadır. Yəni 30 təxminən 30,5 və belə. Bu da oldu S2 nöqtəsi. Vektor da belədir. Eski nöqtəsinin sürətini göstərən vektor oldu P eski parçası. Bu da oldu bizdə 5-ci vəziyyət. Keçirik 6-cı vəziyyətə. 6-cı vəziyyətdə gəlin buradan, bura rahat olsun bilirlər. Xəttkeşi yaxınlaşdıraq. Deməli, 6-cı vəziyyətdə çəkirik. Deməli, biz gəlin buradan çəkək. 61 millimetr. 60. Bu da bir qədər var. 1 millimetr çəkək. Bu da oldu bizdə. Bu oldu deməli P nöqtəsi. Bu oldu B nöqtəsinin sürətini göstərən PB parçası. Bu da B nöqtəsi. Yenə də həmin vektor tənliyinə əsasən hərəkət edirik. B nöqtəsindən çəkirik 6-cı vəziyyəti görürsünüzmü? B nöqtəsindən çəkirik B6 C6-ya perpendikulyar və P nöqtəsindən Y-ə paralel. Biz bunu buradan çəkək. Burada imkan vermir. Buradan çəkirik. Bu da oldu bizdə. Yenə kəsişmə verir C nöqtəsini. Belə. Artıq xəttləri pozaq. BC-ni yarı bölək. Burada BC 43'tür. Yarısı olacaq təxminən 21 yarım. Bu oldu S2 nöqtəsi. S2 nöqtəsini birləşdiririk P nöqtəsi ilə və alırıq S2 nöqtəsinin sürətini təsvir edən P S2 parçası. Bu oldu 6-cı vəziyyət. 7-ci vəziyyəti. Gəlin 7-ci vəziyyəti ilə burada yeri var, burada quraq. 7-ci vəziyyətdə A, B7-yə perpendikulyar. Bu xətt bizdə buradan çəkəndə A, B7-yə perpendikulyar gəldi bu istiqamətdə. Bunun burada uzunluğu 60 təxminən 61 millimetr. Yəni bu eskini mən buradan pozum. Eski bu birisine ait, birinci vəziyyətə ait. Eskini buradan yazaq ki, qarışmasın. Bu oldu bizdə P nöqtəsi, bu oldu B nöqtəsi. Yenə həmin qayda ilə çəkəndə buradan çəkirik deməli B7, deməli bizdə B7 C7-yə perpendikulyar bu xəttlə gələcək və buradan da çəkirik Y-ə paralel. O da gəlir bu xəttin üzərinə. Bunlar gəlir burada kəsilir. Deməli 7-ci vəziyyətdə yenə B və C nöqtənin sürəti üst-üstə düşür. Bu oldu bizdə 7-ci vəziyyət. 7-ci vəziyyət. İndi burada yaddan çıxmışdı. Deməli, kənar vəziyyətlərdə BS, 3-cü vəziyyətdə BS, eski həmişə B ilə C-nin ortasındadır. Bunlar üst-üstə düşdüyünə görə eski nöqtəsi bura düşür. Sonra deməli BC, burada da eski bura düşür. Vəssalam, qaldı 8-ci vəziyyət. 8-ci vəziyyətdə də deməli biz çəkək
AB8'ə perpendikulyar xətt çəkək. Görək, harada bizə yer var, orada çəkək. Deməli, çəkdik. Deməli, belə, buradan çəkdik. Bunun üzərində qeyd edək biz, deməli, həmin o 62 millimetrlik parçanı təxminən bağışlayın, 61 millimetrlik parçanı P, B nöqtəsindən çəkirik. B8, C8'ə perpendikulyar B8, C8 C2'nin sökçə nöqtə C8 B8, C8'ə perpendikulyar çəkdik və P nöqtəsindən çəkirik. Y-ə paralel. Kəsişmə verdi C nöqtəsini. Burada alınır həmin sürətlər. BC-ni yarı bölürük və 44 yarısı 22 tapırıq. S2 nöqtəsini qütblə birləşdirəndə alırıq. S2 nöqtəsinin, yəni kütlələr mərkəzinin sürətini təsvir edən PS2 parçasını. Beləliklə, vəziyyətlər planı bağışlayın. Beləliklə, sürətlər planı 8 vəziyyət üçün qurulmuş oldu. İndi biz alınmış nəticələri aşağıdakı cədvələ köçürürük. İndi bu cədvəli mən sizə göstərim. Belə bir cədvəl lazımdır qurmaq. Bu cədvələ köçürürük. Nəticələri, sürətlər planından alınmış nəticələri, yəni parçaları burada qeyd edirik belə bir cədvəldə. Əvvəlcə parçaları qeyd edirik. PB parçası, PC-lər, BC-lər, PS2-lər. Bu parçaları PB1 aydındır ki, PB parçası aydındır ki, bu sabittir. Bunun uzunluğunu biz vəziyyətlər planı quranda onun uzunluğunu bağışlayın. Sürətlər planı quranda biz onun uzunluğunu 61,2 mm qəbul eləmişdik. Ona görə bu giriş bəndinə məxsus nöqtənin sürətidir. Bu olur 61,2 mm. Bu bizdə sabitdir. Ona görə də biz bunun sürəti də yenə 61,2 vururuq 0,1-ə, miqyasımız 0,1-dir. 0,1 vuranda alınır 6,112. Bunlar da hamısı sabitdirlər. Keçək PC-lərə. PC-ləri görürsünüz. PC-lər, məsələn, hər bir vəziyyətdə, məsəl üçün, birinci vəziyyətdə PC, görürsünüz, sıfırdır. İkinci vəziyyətdə PC bizdə, görürsünüz nə qədərdir? 35 mm-dir. 35 mm. Üçüncü vəziyyətdə 61,2-dir. Və ilə axır. Bunların hamısını biz vururuq. Miqyasa 0,1-ə tapırıq uyğun sürətləri. 35, yəni 3,5, 61,2, 6,112 və ilə axır. O cümlədən BC-lər, ona uyğun VSB-lər, PS2-lər, ona uyğun VS2-lər və sonda biz birinci dərsdə izah elədiyimiz kimi omega 2-ni tapırıq. Omega 2 bərabərdir VSB bölünsün LBC. Bunu hər bir vəziyyət üçün biz bu VSB-ləri götürüb böləndə bəndin uzunluğuna LBC-yə 0,48-ə tapırıq. Yəni 6,112 böl 0,48 bərabərdir 12,175. Ölçü vahidi radian bölü saniyə. 4,3 böl 0,48 verir 895 və elə axır. Və sonuncu burada sütun bizdə omega 2-lərin qiymətidir. Bu cədvəl çox lazımlı cədvəldir. Bu cədvəl sonraki
vərəqdə, yəni Nazım çarxın ətalət momentinin tapılması bölməsində bu cədvəl bizə çox lazım olacaqdır. Həm də bu cədvəlin müsbət cəhəti odur ki, bu cədvəli biz tərtib edəndən sonra burada daha uzun-uzadı hər bir vəziyyət üçün hesabat aparmağa, bunu yazı ilə qeyd eləməyə bu şəkildə bunu yazmağa ehtiyac yox. Bunu sadəcə biz sizə izah elədik ki, bu nə cür tapılır. Deməli, biz burada elə ki, biz bir vektor tənliyini yazdıq, burada aşağıda yazırıq. Bu vektor tənliyini, burada, bunu mən sizə izah üçün bunu qeyd eləmişəm. Yazırıq burada. Bu vektor tənliyini 8 vəziyyət üçün həll edirik və nəticələri aşağıdakı cədvələ yazırıq. Deməli, bu həmin o vektor tənliyi bizdə bir dəfə yazılır. Bunun həlli isə bizdə 8 vəziyyət üçün ayrı-ayrılıqda həll olunur. Nəticələri bu cədvələ köçürürük. Bu cədvəl həm lakonik şəkildə bütün hesabatları bizə göstərir, bütün parçaları göstərir və uzun-uzadı hesabat yazmağa ehtiyac qalmır. Yazısı 4 bəndli dirsək sürüncək mexanizminin təcillər planının qurulmasını nəzərdən keçirək. Qeyd edim ki, əvvəlki dərsdə biz vəziyyətlər planını, sonra da sürətlər planını qurmuşduq və uyğun hesabatlar aparmışdıq. Tapşırığı qeyd eləmişdik, variant tapşırıq 19, variant 4 və burada tapşırıqda verilən kəmiyyətləri əvvəlcə köçürmüşük. Sonra vəziyyətlər planını qurmuşuq, sonra sürətlər planını qurmuşuq və sürətlər planından alınmış nəticələri belə bir cədvələ köçürmüşdük. İndi də təcillər planının qurulmasını nəzərdən keçirək. Yenə də əvvəlcə giriş bəndindən başlayacaq. Gəlin, burada əvvəlcə yazaq. Təcillər planı. Giriş bəndinə məxsus B nöqtəsinin təcili belə yazılacaqdır. AB bərabərdir. AB A nöqtəsindən verən normal təcil. Gəlin, belə qərar qəbul edək ki, hansı nöqtə ki dayaqdır, dayaq olan nöqtəyə biz onu indeksdə gəlin qeyd eləməyək. Çünki burada B nöqtəsinin gəlin bunu yazaq normal təcili. Əslində yazmalı AB A N, ancaq biz o A hərfini burada yazmayaq. Çünki bu A nöqtəsi dayaqdır. Üstə gəl AB tau. Yəni B nöqtəsinin təcili bərabərdir. B nöqtəsinin normal təcili, üstə gəl B nöqtəsinin toplanan təcili. Deməli, istiqamət AB normal təcil paraleldir. Görürsünüz, məsələn, 4-cü vəziyyətdə paraleldir AB4-ə. 3-cü vəziyyətdə paraleldir AB3-ə və s. Deməli, paraleldir AB-yə. Özü də B-dən A-ya doğru yönəlir. Bunu belə yazırıq. B-dən A-ya doğru yönəlir. Toxunan təcil perpendikulardır AB-yə. Tam təcil isə bu təcillərin toplanması nəticəsində öz-özünə alınır. AB normal təcil bərabərdir. Yəni, bu təcilin modulu bərabərdir. Omega 1 kvadrat vurulmuş LAB-yə. Gəlin, elə qiymətləri bir dəfəlik yazaq. Omega 1 bizdə 51-dir. 51-in kvadratı. LAB 0,12. 0,12 metr. Bərabərdir. 51 bərabərdir. Vurulsun 0,12 bərabərdir.
312 tam %12 metr bölünmüş saniyenin kvadratı. Toxunan təcil AB toxunan bərabərdir. Epsilon 1 vurulsun LA B-yə. O da bərabərdir. Deməli, bizdə epsilon 1 verilməyib. Çünki bizdə omega 1 konstant olduğuna göre epsilon 1 bərabərdir D omega 1 dt. Bu olacaq bizdə 0. Ona göre bu da 0'a bərabər alınır. Ümumiyyətlə, ümumi halda aydındır ki, epsilon 1 0'dan fərqlənə bilər. Kurs layihəsində uyğun olaraq biz məsələnin ümumiliyinə xələl gətirmədən qəbul edək ki, toxunan təcil 0'dır. Ona görə də AB bərabər olacaq AB normal təcil. İndi bu təcili biz AB təcilini gəlin təcillər planında qeyd edək. Bunun üçün miqyas qəbul edək. Gəlin belə edək. Bizdə 312 tam %12 bölək 3'ə bərabərdir. 104 tam %4. Yəni bunu biz qəbul edək. Belə yazaq. Deməli, pi A, bu təcili göstərən parça pi A bərabərdir. 104 tam %4 millimetr. Onda təcillər planının miqyası A bərabər olacaq. AB təcili normalda yazmaq olar. Bölünsün pi A-ya. Bu da bərabər olacaq 312 tam %12 bölünsün 104 tam %4. Bu da bərabər olacaq 3 metr bölünmüş saniyenin kvadratı bölünsün milimetr. Burada saniye kvadrat düşür məxrəcə. 3 metr bölünsün saniye kvadratı vurulsun millimetr. İndi gəlin bu təcili qeyd edək. 104 millimetr. Necə olmalıdır bu? Aydın ki, normal təcil. 4-cü vəziyyət üçün quracaq mı? Normal təcil A, B4'də paralel olmalıdır. Gəlin bunu çəkək. Burada yer var, boş yer. Bu paralel xətti çəkək əvvəlcə. Artıq buradakı xəttləri biz yazıları pozaq, buranı təmizləyək. Bu parçanın uzunluğu olmalıdır 104 tam %4. Yəni təxminən yerə 104 millimetr. Çəkdik. Və bu bizdə oldu B nöqtəsinin təcili. Pi B parçası ilə qeyd edirik. Keçək indi S nöqtəsinə. S nöqtəsinin təcilini tapmaq üçün vektor tənliyi yazırıq. A, S bərabərdir. A, B üstə gəl A, S-nin B-yə nəzərən başlayın A, deməli, S-nin B-yə nəzərən normal təcili, üstə gəl A, S-nin B-yə nəzərən toxunan təcili. Altdan 2 xət, altdan 2 xət, 1 xət, 1 xət. Yuxarıda qeyd etmişik ki, həm qiyməti, həm də istiqaməti məlum olan vektorlar 2 xətlə altdan, ancaq istiqaməti məlum olan vektorlar 1 xətlə işarə olunur. A, B artıq var, bu çəkilib. Bu təcil burada çəkilib. İndi keçək növbəti təcillərə, bunları hesablayaq. A, S-nin B-yə nəzərən normal təcilin modulu bərabər olacaq. V
kvadrat S'nin B-yə nisbətən sürəti bölünsün L, B, C-yə. Gəlin bunun qiyməti bizdə artıq var. Biz artıq buradakı cədvəli yazmışıq. Gəlin baxaq. ASB 4-cü vəziyyət üçün qururuq. 4-cü vəziyyətdə 4,3 metr bölünsün saniyədir. Yazırıq. 4,3'ün kvadratı bölünsün LBC bu 0,48'dir. Gəlin bayımını hesablayaq. 4,3 vur 4,3 bərabərdir. Bunu bölək 0,48'ə. Elədir. 38,52 metr bölünsün saniyenin kvadratı. Şimdi bu təcili göstərməliyik biz təcillər planında. Aydındır ki, bunun miqyasa uyğun göstərməliyik. Ona görə bunun parçası burada olacaq. BN ilə işarəliyik. BN bərabər olacaqdır. ASB normal bölünmüş mü A'ya. Bu da bərabərdir. 38,52 bölünmüş 3. 38,52'ni bölək 3'ə bərabərdir. 12,84 millimetr. Şimdi bu təcili biz burada gəlin qeyd edək. Təcillər planında olmalıdır. B4 C4'ə paralel. Şubesi paraleldir. Bu BN bizdə 12,84'dür. Bəli. Bu təcil bizdə aydındır ki, C'dən B'yə doğru istiqamətlənməlidir. Ona görə istiqaməti aşağı olacaq. Uzunluğu 12,84 13 millimetr təxminən. Bu da oldu bizdə N nöqtəsi. Daha sonra bu vektor tənliyini artıq biz baxaq, gəlin baxaq. Deməli, bu vektor tənliyində bu təcil və bu təcili biz qeyd eləmişik. Üzərinə gəlməliyik ASB topuna. Bunun istiqaməti bu B4 C4'ə perpendikulyardır. Gəlin bunu çəkək. Çəkdik bunu. Bu üç vektorun cəmi verməlidir AC vektorunu. Ona görə pi nöqtəsindən çəkirik AC vektorunun istiqamətini. Burada bayaq bizim unutduq bunları işarələrini qeyd etmək. Deməli AB təcili paraleldir AB-yə. ASB normal təcil paraleldir BC bəndinə. ASB toxunan perpendikulardır BC-yə. AC isə paraleldir Y oxuna. Yəni Y ilə bunu biz qeyd eləmişdik birinci dərslərdə. Y paraleldir. Ona görə pi nöqtəsindən biz şaquli xətt çəkirik. Çünki S'nin təcili şaquli istiqamətdədir. Gəlin şaquli bir xətt çəkək burada. Bunlar burada kəsişirlər. Bu bizə bu kəsmə nöqtəsi həmin bu vektor tənliyinin həllini verir. Yəni bu PC parçası bizdə olacaqdır AC təcili. Bu təcil bizdə AB idi. Bu təcil bizdə ASB normal təcildir. Bu isə gəlin bunları bizə qalınlaşdıraq. Bu təcil isə bizdə bu təcil ASB toxunan təcildir.
Bu bizdə oldu C nöqtəsi, C, balaca C. Deməli, C nöqtəsini B nöqtəsi ilə birləşdiririk. Bu xətt bizə verir BC bəndi boyunca təcilin paylanma qanun uyğunluğunu. Biz qəbul etmişdik ki, eski kütlələr mərkəzi bəndin ortasında yerləşir. Ona görə də BC-ni biz ölçürük. Deməli, bu nə qədərdir? 76 mm. Bunu yarı böləndə alınır 38 mm. Burada qeyd edirik S2 nöqtəsini. Və bunu biz birləşdirəndə pi ilə alırıq S2 nöqtəsinin təcilini. İndi keçək buradakı təcillərin, naməlum təcillər planından hesablanmasına. Gəlin yazaq. Məhsul təcillərin, bəli. Məhsul təcillərin hesablanmasına keçirik. İndi gəlin yazaq. Hansı məhsul idi? Bizdə məhsullar var buydu. AC, B toxuna və AC. Birinci AC-dən başlayaq. AC bərabərdir. Pi C parçası. Yəni bunu mötərizəyalaq ki, siz çaşmayasınız. Bu parçadır. Pi C parçası vurulmuş mü A-ya. Bu da bərabərdir. Gəlin yazarıq bu dəqiqə. Sonra A CB toxunan təcil bərabərdir N C parçası vurulmuş mü A-ya və pi bağışlayın A S2 vektorunun modulu bərabər olacaq pi S2 parçası vurulmuş mü A-ya. Gəlin indi bunların qiymətlərini qoyaq yerinə, hesablayıb qiymətləri qoyaq yerinə. Pi C parçası bizdə 71 mm. 71 vurulsun 3. N C parçası 75 mm. Vurulmuş 3'ə və pi S2 bərabərdir. Gəlin ölçək bunu. 82 mm. Bu da olacaq 82 vurulsun 3'ə. Yəni bunları vuraq. Deməli, bu olacaq 213 metr bölünsün saniyenin kvadratı. Bu olacaq 210-15, 225 metr bölünmüş saniyenin kvadratı. Bu ise olacaq 246 metr bölünsün saniyenin kvadratı. Təcillər planından istifadə etməklə həmçinin ikinci bəndin, yəni BC bəndinin bucaq təcilini də tapmaq olar. Bu bucaq təcili belə tapılır. Epsilon 2 bərabərdir. ACB toxunan təcil bölünsün LBC. Bu da bərabərdir. ACB toxunan bizdə 225'dir. LBC 0,48 idi. Bölünsün 0,48. 225 bölünsün 0,48. Bu da eləyir 468. Radian bölünsün saniye kvadrat. Radian asız kəmiyyətdir. Yazmırıq. 1 bölünsün saniyenin kvadratı. Gəlin burada həmin bucaq təcilinin, ikinci bəndin bucaq təcilinin istiqamətini göstərək. Bu bizə sonra lazım olacaq qüvvələr analizində. Deməli, gəlin baxaq. Bu ACB toxunan təcil, yəni C-nin B nəzərinə toxunan təcili bu istiqamətdədir. Ona görə epsilon 2 bu istiqamətdə olacaqdır.